Maşallah. Neçə yaşınız var? 30 değil, 30 Xanımın 40 yaşıdır biz. Xanımın bir dənə can saçlarına var. Maşallah deyir, maşallah. Özü də yuyub, çimiyib, yaş bu soyuqda. Muhteşemdir, çok hoş. O deyir ki, verirəm sənə hamısını. Belə bacaqdan kim incəyər? Can, maşallah, gözün yoxdur. Özünüzün olsun. Tak, mənim yanımda olmuşsunuz. Nə vaxt? Keçen dekabr. Sana düz bir il önce. Niye gelmediniz? Tanışmadınız. Çok rahatladım. Ama işimle beraber de baba her de böyle bir yazın gelme, iadekte gelme isterdim aslında. Biraz ağrıdım, narahat oldum, ona göre gelemedim. Dekabrda ne eləmişdiniz? Botoks. Botoks eləmişdim. Niye de botoksa geldiniz? Evet. Düzdür, bir il botoksu qalmayıb, sözsüz ki, botoks çox açılıbdır. Amma yanına seçimi budur. Keçən ilin dekabrında yanımda olub. Sözsüz ki, xoşuna gəlməsəydi, bir də gəlməyizdi. Bir il de olsa yanında en azından kalıptı efekt. Evvelki gibi değil. Bir il sonra və belə pasientlərim çoxdur. Bir il aralıqla görüşürük və çox xoş olur mənə həqiqətən də. Belə deyək də, xanıma qaş ağrısı, alın və göz ətrafı botoks eləyəcək. 40 yaşı var. Özü maşallah qəşəngdir, uşaqlaşır. Saçları da ona xüsusi gözəllik verir. Teşekkür ederim. Sağ olun. Sizə bizim bir dənə də sualımız var. Bizə ən çox gələn suallardandır da. Bəzən xanımlar deyir ki, bəs deyirlər ki, botoks eləyəndən sonra üz daha çox pis çökür, olduğundan pis günə qalırsan. Bu bir il öncə eləmişdiniz. İndi gəlmisiniz. Siz bizə deyə bilərsiniz, bax, əvvəlki vəziyyətdəsiniz, yoxsa daha pissiniz, yoxsa qırışınız artıb, azalıb. Bu haqda nə deyə bilərsiniz? Aksine yani kırışım azdı. Geçen defa bundan çok iyiydi. Yani bu kadar çok olsaydı ben daha da tez gelirdim. Çalışıp. Ama böyle yani o kadar. Geçen yıl 3-4 kat var idi ama indi en dərin qatım 2 dənədir. Görürsünüz. Yəni əvvəlki vəziyyətinizdən daha yaxşısınız. Düşmə, sallanma, göz qapaqlarında belə bir Yox, şeylər. keçmir. Çox gözəl, təşəkkür edirəm.